Zariyat surəsi 56-cı ayət-i kərimdə buyurur ki, mən insanları və cinləri mənə ibadət etsinlər deyə yaratdım. İbadət çox önəmlidir həyatımızda. Yəni, əslində ibadətin mahiyyəti də bizi yetişdirməkdir. Bax, istər namaz olsun, istər oruc olsun, istər zəkat olsun. Zəkat malı təmizləyir, oruc nəfsi təmizləyir, insanı təmizləyir. Namaz bizi mənfiliklərdən qoruyur. Deyə bilərsiniz ki, məsələn, elə insanlar var ki, həm namaz qılırlar, həm pis iş görürlər. Buna belə baxmayaq. Bəlkə o namaz qılmasaydı, daha pis insan olacaqdı. O namazla artıq özündə bəzi şeyləri saxlaya bilir. Məsələn, orucla biz nəfsimizə qalib gələ bilirik. Daha çox şey edə bilərdik, daha çox günah işlədə bilərik. Amma oruclu olarkən çəkinirik. Allah-u Teala bizi ibadətlərlə, necə deyim, doğru insan olmağa çağırır. Qayda və qanunlar, yəni bir ölkənin də nizamlı olması üçün, intizamlı olması, bir insanın da qayda və qanunlarla işləməsi lazımdır. İslamın da özünə görə qayda qanunları vardır. Və əsas məqsəd burada Allaha yaxın olmaq, qul ola bilmək, mən varam deyə bilmək. Allah-u Teala bizi sevərək yaradır. Möhtəşəm bir sevgi var. Bu sevgini hiss edib onunla birlikdə olmaq.